Fatimə-i Zəhra salamullah əleyha öz fəaliyyəti dövründə bütövlükdə müsəlmanlara nə etməliyəm sualının cavabını verdi. Əməli olaraq, nəzəri olaraq Peyğəmbər bunları hamıya çatdırmışdı. Bilirsiniz də biz insan ki dünyaya gəlir, bu həyatda olmasının 3 dənə sualı var. 3 dənə. Mən hardan gəlmişəm, mən nə etməliyəm, mən hara gedəcəm. Bu 3 sualdan qıraq insanın həyatını əhatə edən bir şey yoxdur. İnna lillah və inna ileyhi raciun məlumdur ki, Allahdan gəlmişik, Allaha doğru da gedəcək. Bu məsafədə bir dənə sual qalır, mən nə etməliyəm? Mən nə etməliyəm sualının cavabını Allah təbarəkə və teala Qur'an və Peyğəmbər vasitəsilə bizlərə çatdırdı. Yəni, nə etməli olduğumuzu bu məktəbdən öyrənirik. Fatimə-i Zəhra salamullah əleyhada Peyğəmbərdən sonra müsəlmanlara bəyan şəkildə, açıq şəkildə nə etməli olduqlarını göstərdi. Hər kəs həmən dövrdə Fatimə göstəricilərindən ayrıldı, zillətə doğru getdi. Bugünkü acı aqibətin nəticəsi oradadır. Peyğəmbər dünyasını dəyişən kimi nədir? Haçalandı İslam. Peyğəmbər özü demişdi ki, nədir? Mənim ümmətim 73 yerə bölünəcək. Həzrəti İsa'nın ümməti 72 yerə bölünmüşdü. O birisilər necə yerə bölünmüşdü? Bəlkə 73 yerə bölünəcək, biri haqq olacaq. Həqqin də göstəricilərini özü bəyan eləmişdi Peyğəmbər əleyhissalam. Neçə yerdə? Biri bu idi ki, İnnəl həqqə mə'əl əli və əliyyü mə'əl həqq və ləv kana fi kulli məqam. Haqq əli iləndir, əli həq iləndir. Harada olursa olsun. Bu bir. İkincisi, bayaq qeyd elədiyimiz hədisdir ki, Fatimə məndəndir, mən də Fatimədənəm. Fatimənin qəzəbi qəzəbim, sevinci sevincimdir. Bu da 2. Əli və Fatimə cütlüyü haradadırsa deməli, həq oradadır. 73 yerə, 173 yerə, neçə yerə bölünürsə bölünsün. Baxaq, həqqi tanımaq üçün Əli haradadırsa, həq də oradadır. Bunu Peyğəmbər deyib. Fatimə Zəhra salamullah əleyhada həmən o İslama təcavüz olunan anından başladı etirazını bildirməyə. Hər kəs bu mübarizə məktəbini əlində bayraq tutaraq irəlilədi, haqqın tərəfindədir. Hər kəs bundan döndü, özünü də zəlil edir, ətrafını da zəlil edir.